2022-ci il 3-cü qəbul 1A. Birinci sualdan başlayaq uşaqlar. Deyir, oturacağı 2.8 və ona endirilmiş hündürlüyü 2.2 olan üçbucağın sahəsini tapır. Ən sadə suallardan biridir. S nəyə bərabər idi? Üçbucağın sahəsi 2də 1 AH. Yazıram onda 2də 1. 2,8 vurulsun 2,2. Bu 2 ilə 2,8 gedər. Qalar 1,4. İndi 1,4'ü 2,2'ye vuranda 3,8. Cavabımız olacaq B variantı. Sonra gəlir ikinci sualımız. Bir, tənliklərdən hansının bucaq əmsalı -4/3'ə bərabərdir? Bucaq əmsalı deməli, məsəl üçün birincisini hesablayaq. Bucaq əmsalını tapmaq üçün y-i təkləməliyik. Y bərabərdir kx-b yazılışında x-in əmsalına bucaq əmsalı deyirik. Birincisindən y-i təkləsəm, A variantı. -4y bərabər olacaq -3x-1. -4'ə bölsəm, y olacaq 4'də 3x çıxılsın 4'də 1. Onda k-mız nəyə bərabər oldu? 4'də 3'ə. Amma biz nə axtarırıq? -4'də 3. Demək ki, A variantı düzgün deyil. Sonra keçirəm B variantına. B variantını heç keçməyin adı yoxdur. X çıx y bərabər 0'dan y bərabər x-dir. Burada k-mız nə oldu? 1. Deməli, B variantı da olmaz. Sonra C variantına baxaq uşaqlar. C variantı. 3x-4y bərabər 0'dan 4y bərabərdir -3x olacaq. Onda y bərabər olar nəyə? 4'ə bölüm. -3/4 vurulsun x. Bəs buradakı k -4'də 3. Elə biz də bunu axtarırıq. İkinci sualda cavabımız oldu C variantı. Sonra keçirəm üçüncü suala. Üçüncü sual. Bir, oturacağı MK olan bərabəryanlı MNK üçbucağında ND hündürlüyünün orta nöqtəsindən uşaqlar O orta nöqtədirsə, demək ki, NO OD-yə bərabərdir. YF paraleldir, NK parçası keçirilmişdir. YF də NK-ya paraleldir. YF 12 olarsa, üçbucağın MN tərəfinin uzunluğunu tapın. Uşaqlar, üçbucaq bərabəryanlı olduğuna görə mən MN tərəfinə x desəm, onda bunun bu NK tərəfi də nə olacaq? X olacaq. Həmçinin YF NK-ya paraleldir və o orta nöqtədir. Onda belə çıxır ki, F nöqtəsi də DK-nın orta nöqtəsi olmalıdır. DK-nın orta nöqtəsidirsə, mən bura K desəm, onda FK-ya da K deyəcəm. Bərabəryanlı üçbucaqda hündürlük həm də mediandır deyə MD hissəsinə deyəcəm 2K. İndi uşaqlar, mən istəyirəm ki, bu üçbucağı normal qaydada çəkim. Elə ki, bu formada fırladım. Bu formada fırlatsam, oturacaq nə qədər olacaq? X olacaq. Oturacaq x olacaq. Sonra buradan belə bir xətt çəkilib, uzunluğu 12-dir. Və burada bölünüb K ilə nəyə? 3K-ya. İndi deyin görüm, bu şəklə oxşarlığı necə tətbiq edirdik? Oxşarlıq tətbiq edirdik. 3K bölünsün 4K, 3K bölünsün 4K bərabərdir deyirdik, 12 bölünsün x-ə. Buradan da çarpaz vursam, 3x bərabər 48'dən x tapılırdı 16. Aydın oldu mu? Üçüncü sualda cavabımız oldu Y bəndi. Keçirəm dördüncü sualımıza. Dördüncü sual. Tənliklər sistemindən x, y hasilini tapın. Uşaqlar, ikincisini, baxın, bu x kvadrat üstəgəl y kvadratını çıxmanın köməyi ilə açmağı bacarırdıq mı? Necə yazaram? X çıx, yox, çıxmanın köməyi ilə yazıram axı. X çıx üstəgəlinsin 2xy bərabərdir 20. X çıx y-nin yerinə 6 qoyuram, kvadratı olur 36. Üstəgəl 2xy bərabərdir 20. Buradan 2xy-imiz oldu -16. Onda xy nə qədər oldu? -8. Dördüncü sualda cavabımız oldu C variantı. Keçirəm 5-ci sualımıza. 5-ci sual. Deməli,
44-ün kubu üstəgəl 28-in kubunu kublar cəmi düsturuna görə aça bilərik. Əsas açılışına görə yazıram uşaqlar. 44 üstəgəl 28 vurulsun. 44-ün kvadratı çıxılsın. 44 vur 28 üstəgəl 28-in kvadratı bölək. Bölək 41. Çıxılsın 2 vur 44 vur 28. Şimdi uşaqlar 44 ilə 28-i toplayanda bizə neçə verir? 82. Əslində 72 verir. Amma 82 verməlidir. Sualda dedilər, məlumat 28 yəni 38 olmalı. 38 olsa, bax bura. Bura 38 eləyək uşaqlar. Buralar 38-dir. Bunu görə testin özündə də düzəldək. 82 ilə, bax bu 41 gedəcək. Nə qalacaq burada? 2. İndi fikir verin. Burada da 2 vuruğu var. Burada da 2 vuruğu var. Bu 2 vuruğunun mötərizə xaricini bir də çıxardıram. Bu 2-ni çıxartdıqdan sonra görün nə qalır. 44-ün kvadratı çıxılsın. 44 vur 38. Üstəgəl 38-in kvadratı çıxılsın. 44 vur 38. İndi fikir verirsinizmi burada 2 dənə 44 vur 38 var. Onda mən bunu birləşdirsəm 44-ün kvadratı çıxılsın 2 vur 44 vur 38 üstəgəl 38-in kvadratı. Mötərizəyə fikir verirsəz uşaqlar. Mötərizə bizə 44 çıx 38-in kvadratını verir. Qalır burada deməli neçə? 6. 6-nın kvadratı 36. 2 vur 36-dan cavabımız olacaq 72. 5-ci sual, cavab C variantı. Sonra davam edirik. 6-cı sual. 6-cı sual. Deməli, fx və gx funksiyaları verilibdir. F, C8-i bizdən soruşur uşaqlar. Əvvəlcə başlamalıyam C8-dən. C8-i yaratmaq üçün, bu da bax buranı 8 eləmək üçün düşünürəm ki, x-in yerinə nə qoyum? X-in yerinə 2 qoymalısınız. Bu necə tapıram? 3x üstəgəl 2 bərabərdir 8 yazıb. 3x bərabər 6, x-i tapdım 2. İndi x-lərin yerinə 2 qoysam, C8 bərabər olacaq. 2 vur 2 üstəgəlinsin 5. Bu elədi 9. C8-in yerinə 9 yazanda sual çevrilir olur F9. İndi F9-u tapaq. F9-u tapmaq üçün F-dəki x-lərin yerinə 9 qoyuram. Onda 3 vur 9 çıx 11. 27 çıx 11. Cavab oldu 16, yəni D variantı. Başa düşdük. Davam edirik. 7-ci sualımız. Bir səyyah 15 kilometr getdikdən sonra yolun 25% gedilməmiş qaldı. Bu o demək ki, uşaqlar, getdiyi bu 15 kilometr məsafə bütün yolun 75% imiş. Bütün yolun uzunluğunu soruşur. Bütün yolda 100%'dir. 100%'imiz bu da olacaq x. Çarpaz vurub hesablasam 75x bərabərdir 1500. Buradan da x bərabər olar 200 yoxsa 20 kilometr. Cavabımız oldu A variantı. Sonra baxıram 8-ci suala. Bir yan səthinin sahəsi oturacağının sahəsindən 2 dəfə böyük olan konusun hündürlüyünün oturacağının radiusuna nisbətini tapın. Uşaqlar, yan səthinin sahəsi düsturu necə idi konusda? Düstur belə idi da. Pi r yan səthinin sahəsidir. Oturacağının sahəsindən 2 dəfə böyükdür. 2 vurulsun. Oturacağının sahəsi də pi r-in kvadratıdır. Deməli, buradan bu pi'lər və r-lər getmiş olsa L bərabər oldu 2r-ə. İndi uşaqlar, bir dənə konus çəkək. Və bu konusda deyək ki, L-miz 2r-dir. Onda mən bunun bu hündürlüyünü çəksəm, ora r-ə bölünəcək axı uşaqlar.
Fikir verin. 2R var, R var. Onda belə çıxır ki, bunun burası neçə dərəcədir? 30. Bura 60'dır. Onda 60'ın qarşısı nə qədər olar? R kökdə 3. Yəni hündürlüyünü tapdım. R kök altında 3. Məndən soruşur hündürlüyün oturacağının radiusuna olan nisbətini. Yəni soruşduğu nədir uşaqlar? H bölünsün R nisbəti. İndi H-ın yerinə R kökdə 3 qoyuram. Bölünsün R. Bunlar da gedir. Cavabımız qalır kökdə 3. 8-ci sualda cavab oldu D variantı. Problem yoxsa davam edeyim uşaqlar. 9-cu sualımız. 9-cu sual. Diqqətlə qulaq asırsınız. Deməli, uşaqlar ifadəyə baxan kimi mən bu M-lə, bu loqaritma M-i apara bilərəmmi? Həmçinin N-lə loqaritma N-i aparıram. Qalır nə? Loqaritma A-dan B çıxılsın loqaritma A-dan C bərabərdir 3. Bilirəm ki, əsaslar eynidir və orta çıxmadır. Onda bu loqaritmaların daxilini bölmək lazımdır. Loqaritma A-dan B böl C bərabər oldu 3-ə. Onda B böl C nisbəti nəyə bərabərdir? A-nın kubuna. B tapıldı, A-nın kubu vurulsun C. İndi sualın davamını oxuyuram. Deyir ki, B ədədinin ən kiçik qiymətini tapın. A, C, M, N müxtəlif sadə ədədlərdir. İndi uşaqlar, B-nin əgər ən kiçik qiymətini istəyirsə, onda A və C-yə bacardığım qədər ən kiçik sadə ədəd verməliyəm. Ən kiçik sadə ədədimiz nədir? 2, sonra gələn 3. Müxtəlif dediyinə görə. Bir dəfə A-nı 2, C-ni 3 qəbul eləyək. Görək B nəyə bərabər olar? B bərabərdir. 2-nin kubu vurulsun 3. Neçələdir buradan uşaqlar? 24, 8 vur 3. Bir dəfə də A-nı 3, B-ni, C-ni 2 qəbul eləyək. Görək buradan B nə tapılır? 3-ün kubu vurulsun 2. Bu deyilir 54. Amma bizdən kiçik qiymətini istəyirdi. Cavabımız oldu 24. Yəni Y variantı. Çatdı mı? Çatdı. Baxırıq 10-cu sualımıza. 10-cu sual gəlir. Bir, AB mərkəzi O nöqtəsində olan çevrənin toxunanıdır. Uşaqlar, AB toxunandır, B nöqtəsində toxunur. DBK bucağı, DBK, baxın bu bucaq, 60 dərəcədir. AB 6 kökdə 3-dür. AC parçasının uzunluğunu soruşur. Bax, bu hissəni bizdən soruşur. Deməli, necə eləyək uşaqlar? Necə eləyək? Əgər DBK 60 dərəcədirsə, onda bu qövs nə qədər olar? 120, 2 qatı olurdu da. İndi, bu qövs 120-dirsə, bəs bura nə qədər qalır onda uşaqlar? 60 qalır. 120-dən 60-ı çıxıb yarıya bölməklə A bucağını tapa bilərəm. 120-dən 60 çıxdım, 60. 2-yə böldüm, bura oldu 30. İndi uşaqlar, mən O ilə B-ni birləşdirsəm, bunun burası 90 dərəcə olacaq da. Axı AB toxunandır, OB radiusdur. İndi B bucağı 90-dır, A bucağı 30-dur. Onda bu O bucağına qalarmı 60 uşaqlar? 60-ın qarşısı 6 kökdə 3 olanda 30-un qarşısı nə qədər olar? 6. OB-ni 6 tapdımsa OS də 6 olacaq. İndi 30-un qarşısı 6 olanda bu 90-ın qarşısı AO nə qədər olar? 2 qatı. Yəni 12. Onda x üstəgənsin 6 bərabərdir 12-dən. X-inə tapmış olduq 6. 10-cu sualda cavabımız oldu Y variantı. Yaxşı sual imiş. Davam edirik. 11-ci sualımız. Uşaqlar, bərabərliyin sağ tərəfində cos kvadrat üstəgəl sinus kvadrat bizə nəyi verəcək? 1-i. Nəticədə kosinus 2x bərabərdir 1 təmini yanar. Buradan da 2x bərabərdir. Kosinus 1-i harada alırdı? 2 pi k-da. 2-yə də bölsəm x-imiz oldu pi k. 11-ci sualda cavab oldu B variantı. Keçirəm 12 nömrəli sualımıza. Deməli uşaqlar, NA verilib 20,
MB verilib 14, birləşməsi 24-dürsə, kəsişməsinin element sayını bizdən soruşur. Uşaqlar, təbii ki, nə etməliyəm? İlk işim nə olmalıdır? Venn diaqramını çəkmək. Çoxluq sualıdırsa, çalışın ki, Venn diaqramı ilə həll edəsiniz. İndi, A-nın 20 elementi var. Mən buraya yazıram 20. B-nin 14 elementi var. Buraya yazıram 14. Birləşməsinin 24 elementi var. Buraya yazıram 24. Kəsişməsindəki element sayını soruşur. Kəsişməsinə yazıram x. İndi, bütün A-nın 20 elementi var. X-i buradadır. Bəs bura qalan nə qədər olar onda? 20 çıxılsın x. Bütün B-nin 14 elementi var. X-i kəsişmədədirsə, 14 çıxı x qalacaq fərqə. Və bunların üçünün də toplamı, bax bunların bu üçünün də toplamı mənə nəyi verməlidir? 24-dür. Yazıram 20 çıx x üstəgəl x üstəgəl 14 çıx x bərabərdir 24. Mənfi x müsbət x ilə getsin. 34 çıx x bərabərdir 24. X-imiz də nə oldu aşağılar? 10. Sualın düz çıxmasını istəyirsinizsə, çalışın ki, bunu Venn diaqramı ilə yazasınız. Normalda belə bir düsturda var aşağılar, amma axırın zəvahatsan istifadə eləmişəm, heç yadıma düşmür. Yəni, siz də istifadə eləməyin. Görmüsünüz 100% bu düsturu. Verilənləri yerinə qoysam, 24 bərabərdir. 20 üstə gəlinsin 14. Çıxılsın n a ilə b-nin kəsişməsi. Buradan da bu kəsişmə necə tapılır? 10 tapılır. Düstur həqiqətən çox sadədir. Amma yadda qalmanın qaranti deyil. Ona görə də Venn diaqramından işləyim. Keçirəm 13 nömrəli sualımıza. Görün nə deyir uşaqlar. Deyir ki, B parametrin hansı qiymətlərində tənliyinin bir kökü var. Uşaqlar, bu tənliyin bir kökünün olması üçün, x çıx b-yə ixtisar getməlidir, sürət və məxrəc. Və orada bir dənə x qalmalıdır. Yuxarının vuruqlarını ayrışın deyim mənə. X çıx 2 ilə x çıxılsın 3-dür. Bölünsün x çıx b bərabərdir 0. İndi uşaqlar, tutaq ki, bunların hər ikisi x çıx 2-yə ixtisar getməlidir. Onda b-nin mümkün qiymətlərindən biri nə olmalıdır? 2. B-ni yerinə 2 yazanda x çıx 2 ilə ixtisar gedir. X çıx 3 bərabər 0. Onda x-imiz nəyə bərabər olur? 3-ə. Həqiqətən də bir kök oldu. Həmçinin x çıx 3-ün də ixtisar getməyi mümkündür. Onda b-nin yerinə nə yazmalıyam? 3. X çıx 3-lər ixtisara getmiş olsa, x çıx 2 bərabər 0-dan x də tapılır 2. Yenə də yeganə kök olur. Deməli, b-nin mümkün qiymətləri nə oldu? 2 və ya 3. Var mı elə bir bəndimiz? Cavabımız oldu C variantı. Keçirəm 14-cü sualımıza. Deyir, ayın ədədi silsiləsində A5 6.5-dir, S13 10 vurulsun S9-dur. A7-ni tapın. Uşaqlar, S9-u da, S13-ü də gəlin Qaus'a görə açaq. Qaus'a görə açma nə deməkdir? S13-ü belə yazacam. A1 üstəgəl A13 bölünsün 2 vurulsun 13. Bu S13-ün açılışıdır. Bu düstura görə S9-un da açılışını deyim mənə. A1 üstə gəlinsin A9 bölünsün 2 vurulsun 9. İndi uşaqlar A1 üstəgəl A13 şərti olaraq A14-ü verir. Amma A14 yazma olmazdı. 2 dənə nə yazırdıq? A7. 2-lər də gedəndən sonra A7 vurulsun 13 qaldı. Bərabərdir. 10 vurulsun. A1 üstəgəl A9 şərti olaraq A10 verir. Amma A10 yazma olmazdı. 2A5. 2-lər də getdi. Qaldı. A5 vurulsun 9. İndi A7-ni soruşur. A7 qalsın. Vurulsun 13 bərabərdir. 10-u 9-a vurdum 90. A5-in qiyməti də 6,5-dir. Buradan da uşaqlar A7-nin neçə olduğu görünür? 45. Elə ki, bura 9 vur 65-dir. 9 vur 5 qaldı da. 13 ilə 6, 10 ilə 5 gedəndə belə də eləmək olar. Burada 2 qalır. 2 ilə də 90 getdi. A7 bərabər oldu 45.
14-cü sual cavab oldu D variantı. Keçirəm 15-ə. Keçirəm 15-ə. Bir kompleks ədədini cəbri şəkildə göstərir. Nə iş görməliyik uşaqlar? Sürəti də, məxrəci də məxrəcin qoşmasına vurmalıyıq. 5 çıxılsın 11i vurulmalıdır 0,6 üstəgəl 0,8 i-yə. Həmçinin aşağısı 0,6 çıx 0,8 i vurulmalıdır 0,6 üstəgəl 0,8 i-yə. Uşaqlar, məxrəc bizə çox salamat bir şey verir. Müxtəsərə görə 0,6-nın kvadratı çıxılsın 0,64. Elə buna 36 yazaq da. 0,36 çıxılsın 0,64 i kvadratı. Harada üstə gəldi? Deyəcək də, növbəti mərhələdə deyəcək. İndi bura qaçaq, yuxarı vurun atın. Deməli olacaq 3 üstə gəl 4i çıxılsın 6,6i çıxılsın 0 tam, daha doğrusu 8,8 8,8 i-nin kvadratı. I kvadratlarının mənfi 1 olduğunu nəzərə alsaq. Bax, bura mən mənfi 1 yazıramsa, məxrəc olacaq 0,36 üstə gəlsin 0,64. Yuxarıda 3, 4 i-dən 6,6 i-ni çıxanda mənfi 2,6 i qaldı. I kvadratın yerinə yenə mənfi 1 qoymuş olsam, qarşıdakı mənfiyə görə də toplanacaq bu. İndi uşaqlar, məxrəc oldu 1, yuxarısını oldu bəs 11,8 çıxılsın 2,6 i. Aydın oldu mu? Var mı? 11,8 çıxılsın 2,6 i. Cavabımız oldu Y variantı. Aydındır? Başa düşdük. Keçirəm 16 nömrəli sualımıza. Deməli, ədədinin sadə vurğularının sayını tapın. Uşaqlar, 57 bir də 38. 57 19 vurulsun 3 deməkdir, kvadratı. 38 19 vurulsun 2 deməkdir, bunun da kvadratı. İndi bu kvadrat bunların hər ikisinə aiddir. Yəni nə yazaram? 19-un kvadratı vur 3-ün kvadratı. 19-un kvadratı vurulsun 2-nin kvadratı. 19-un kvadratını çıxartdım. Qaldı 3-ün kvadratı 9. Üstə gəl 2-nin kvadratı 4. Nəticədə belə bir şey aldım. 19-un kvadratı vurulsun 13. İndi sadə vuruqlarının sayını istəyir. Sadə vuruqlarının sayı 2 dənə 19 var, bir dənə də 13. Elə ki, bu üstləri toplamalısınız. Sayı nə qədər oldu aşağılar? 3 dənə. O, sizin dediyiniz 2 üstəgəl 1 vurulsun 1 üstəgəl 1 natural bölənlərinin sayı olar. Aydındır? Tam bölən sayı deyəndə natural bölənlərinin sayını 2-yə vurursunuz. Sonra baxıram 17-yə. Görün nə deyir aşağılar. Deyir, birinci kubun həcmi ikincisinin 0,8 faizini təşkil edir. Uşaqlar, kubun həcm düsturu. Birincisi olsun A kubu, ikincisi olsun B kubu və 0,8 faizidir. Nə edərəm onda? 0,8-ə vurub 100-ə bölərəm. Birincinin səthinin sahəsi, ikincinin səthinin sahəsinin neçə faizini təşkil edir? Birincisinin səthinin sahəsi 6 kvadrat deyilmi? İkincisinin səthinin sahəsinin, yəni 6b kvadratının neçə faizidir? Onda bölüb 100-ə vurmalısınız. Bax, biz bunu axtarırıq. Uşaqlar, buradakı bu 0,8-dən azad olmaq üçün yuxarını daşanda mən 10-a vururam. 10-a vururam hər ikisini. Onda A-nın kubu bərabərdir. B kubu vurulsun 8, bölünsün nə aldım? 1000. 8 ilə 1000 gedəndə burada qalır 125. İndi hər iki tərəfdən 3-cü dərəcədən kök alın. A bərabər olacaq. B bölünsün 5-ə. Onda B bərabər oldu 5A-ya. B-miz 5A-dır. İndi soruşulan ifadədə B-ni yerinə 5A qoyaq. Buradan bu 6'lar gedir. A-nın kvadratı bölünsün. B-ni yerinə 5A qoyuramsa 25A kvadratı vurulsun 100 elədir. A kvadratları gedir. 25'də 1 vur 100. Cavabım oldu uşaqlar 4%. 17-ci sual cavab oldu C bəndi.
Sonra davam edirik 18. 18. Deməli, y bərabərdir kök altında 5 üstü x çıxılsın 4 üstü x funksiyasının təyin oblastını məndən soruşur. Uşaqlar, təyin oblastını soruşursa, bu kökün altındakı ifadəni böyük bərabər 0 eləmək lazımdır. Daha sonra mənfi 4 üstü x-i keçirirəm sağa. 5 üstü x böyük bərabərdir 4 üstü x. Və buna deyildik uşaqlar bir cins bərabərçilər. Bu bir cins bərabərçiləri həll eləmək üçün hər iki tərəfi 4x-ə bölürdük. 4x-ə böləndə 5x bölü 4x böyük bərabər oldu 1-dən. İndi uşaqlar 5x bölü 4x-i mən belə yaza bilərəm də 5 bölü 4-ün üstündə x böyük bərabərdir. 1-in əvəzinə nə yazıram bəs? 5 bölü 4-ün üstündə 0. Daha sonra hər iki tərəfdən bu 5 bölü 4-ləri aparın. 5 bölü 4 1-dən böyük olduğuna görə bu necə funksiya sayılır? Artan funksiya sayılır. Ona görə bu aradakı işarəni dəyişməyəcəyik. Amma 5-də 4-lər olsaydı, onda bu işarəni dəyişərdik. Çünki azalan olurdu. X böyük bərabər oldu 0-dan. Yekun cavabımız nə oldu uşaqlar? 0-ı almaq şərti ilə 0-dan müsbət sonsuzluğa. Düzgün cavabımız oldu C variantı. Baxırıq 19 nömrəli sualımıza. Görək nə deyir. Deyir ki, A nöqtəsindən D düz xəttinə qarşılıqlı perpendikulyar AB və AC mailləri çəkilmişdir. Maillərin düz xətt üzərindəki proyeksiyaları 8 və 18-dir. BH-a gəlin 8 yazaq. HC-yə 18 yazaq. A nöqtəsindən bu düz xəttə qədər məsafəni tapın. Yəni, nəyi soruşur məndən? AH-ı. 90-dan 90 çəkilib qaydası. H-ın kvadratı bərabər idi n vurulsun n. Yəni 8 vurulsun 18, yəni 144. Demək ki, H nə qədər imiş? 12. 19-cu sualda cavabımız oldu D variantı. Çatır mı? Çatır. Davam edirik. 20-ci sualımız gəlir. Deyir ki, müstəvidən 6 sm məsafədə olan nöqtədən, müstəvi deyəndə nə iş görürdük? Belə bilərəm, bulud çəkirdik. Bu müstəvidən 6 sm məsafə deyəndə 6 sm qalxdıq yuxarı. Bu müstəviyə 30 dərəcəli bucaq altında 30 dərəcə bucaq altında bir dənə mail çəkilir. Baxın, bura 30 dərəcədir. Burada məsafə deyə, bura perpendikulyar yazdım. İndi nə gördünüz aşağılar? 30-un qarşısı 6 sm-dirsə, 90-ın qarşısı nə olacaq? 12 sm. Bəs proyeksiyası? Bunun burası 60 dərəcədir deyə, 60-ın qarşısı olar 6/3 sm. Mailin uzunluğunu istəyirdi. Cavabımız oldu A variantı. Çatdı? Çatdı. Davam edirik 21 nömrəli sualımız. Deyir ki, fx funksiyasının qrafikinə çəkilmiş toxunanın bucaq əmsalı 62-yə bərabərdir. Bucaq əmsalını biz K ilə işarələmişdik. K bərabərdir 62. Toxunma nöqtəsinin apsisini tapın. İndi elə bir düstur deməlisiniz ki, orada funksiya və K iştirak eləsin. O da necə idi? Belə idi də. F törəmə x0 bərabər idi nəyə? K-ya. Törəməsini tapın 62-yə bərabər eləyin. 7x kvadrat çıx 8x üstə gəlinsin 13. Törəməsi bərabərdir 62. Buradan 14x çıxılsın 8 bərabər 62 oldu. 14x-imiz 70 oldu. X-imizin özü nə oldu? 5 oldu. 21-ci sual cavab oldu Y-bəndi. Çatdı? Tamam. Baxırıq 22 nömrəli sualımıza. 22. Deyir, limitini hesablayın. Uşaqlar, xatırlayırsınızsa, mən bunun üçün sizə hazır düstur verirdim. B bölünsün 2 köklü A. Hazır düstur demişdim. Ya da qoşmasına vurub bölmək. B bölünsün 2 köklü A düsturunu yazmaq üçün, amma gərək birinci kök gələydi. Bunun üçün mən bunun yerini dəyişib qarşıya mənfi verirəm. Mənfi.
limit n yaxınlaşır sonsuzluğa. Kök altında 9n'in kvadrat çıxılsın 8n üstəgəl 2 çıxılsın 3n. Bu da bərabərdir. Mənfi qalsın. Uşaqlar, bu hissənin düsturu nədir dedim? B bölünsün 2 kök altında A. İndi B'nin yerinə nə durur uşaqlar? Mənfi 8 durur. Yazıram, mənfi 8. Bölünsün 2 vur. A'nın yerinə nə durur? Bax, bura B'dir. Burada A'dır. Kök altında 9. Mənfi ilə mənfi müsbət oldu. Bundan da bu getdi 4 elədi yuxarı. 4 bölü kökdə 9, yəni 4 bölünsün 3. 22-ci sualda cavab oldu B variantı. Yenə də nə ilə yaza bilərsiniz? Dediyimiz kimi qoşmasına vurub bölməklə sadəcə uzun gedir. Cavab B bəndi. Növbəti baxaq 23-ə. Bərabərsizliyinin 2-7 aralığına daxil olan tam həllərinin cəmini tapın. Uşaqlar, bu bərabərsizliyi həll edək ilk öncə. Bunun üçün yuxarının da aşağının da sıfırını tapıram. Yuxarının sıfırı nədir? 5. Amma mən bu 5-i nöqtə ilə göstərirdim, xatırlayırsınızsa. Nöqtə ilə göstərməkdə məqsəd odur ki, təkrarlanan kökdür, solu sağı eyni işarəli olmalıdır. Aşağının sıfırı isə 7-dir. Ayırdım intervallara. 7-dən böyük bir ədəd götürəndə olacaq müsbət, mənfi, nöqtə var deyə, bir də mənfi. İndi uşaqlar, bizim nəyə ehtiyacımız var? Sıfırdan kiçiklərə, yəni mənfilərə. Ona görə bu mənfi olan aralıqları bax, bu formada ştrixləyirəm. Cavabımız oldu. Mənfi sonsuzluqdan 5-ə birləşmə 5-dən daha hara 7-yə. İndi bununla 2-7 aralığına daxil olan həlləri kəsdirməliyik. Bunu kəsdirsəm, deməli 2-7 aralığı ilə sonda nə tapacam uşaqlar? 2-dən 5-ə birləşir 5-dən daha hara 7-yə. İndi deyin görün buradakı tam həllər nələrdir? Cəmini soruşur. 2 var, 3 var, 4 var, 5 yoxdur, 6 var, 7 yoxdur. Bunların da toplamı bizə verdi 15-i. 23-cü sualda cavab oldu 15. 24-də keçmək istəyirəm. 24. Deməli, bərabərliyindən A-nı tapın. Uşaqlar, fikir verirsinizsə, hər iki inteqralın sərhədləri eynidir. Onda icazə var ki, biz bunu bir inteqralın köməyi ilə yazaq. Yəni, integral 5-dən A-ya x üstə gəlinsin sinus kvadrat x, üstə gəlinsin x üstə gəl kosinus kvadrat x, dx bərabər oldu A-nın kvadratı. İndi uşaqlar, bu x ilə bu x birləşib bizə 2x-i verəcək. Sinus kvadratınla da kos kvadratı birləşib bizə 1 verəcək. Bərabərdir A kvadrat. Baxın, nə elədim? X ilə x-i topladım, 2x yazdım. Bu sinus kvadratı x ilə kos kvadratı x də bizə əsas trigonometrik enlikdən 1 verdi. İndi bunun integralını tapıram. 2x-in integralı nə idi? X kvadratı. 1-in integralı nə idi? X. Xəttimizi çəkdik. Yuxarısı A, aşağısı da 5. Bərabərdir A kvadratı. A-nı yerinə qoyun. A-nın kvadratı üstə gəlinsin A. Çıxılsın 5-i yerinə qoyun. 5-in kvadratı üstə gəlinsin 5. Bərabər oldu A kvadratına. İndi bir də yazıram. A-nın kvadratı üstə gəlinsin A, çıxılsın 30. Bərabər oldu A kvadratına. Bu A kvadratları getsə, mənfi 30 da keçirsəm sağa, A-nı nə tapmış oluram? Müsbət 30. 24-cü sualda cavabımız oldu 30. Aydın oldu mu? Tamam. Növbəti gəlir 25-ci sualımız. Deyir, oturacağının tərəfləri 5, 5 və 6 və həcmi 80 olan üçbucaqlı piramidanın hündürlüyünü tapın. Uşaqlar, üçbucaqlı piramida çəkək. Üçbucaqlı piramidanı çəkəndə də demişdim ki, bu təpə nöqtəni özümüzə doğru çəkək. Oturacağın tərəfləri 5-dir, 5-dir.
və 6-dır. Həcmi də verilib ki, 80-dir. Həcm də bərabərdir 80. Bizdən nəyi soruşur? Hündürlüyü soruşur. Uşaqlar, piramidada həcm düsturu necə idi? Bu həcmi yerinə nə yazacağım? 3də 1 S oturacaq, vurulsun H. Bərabərdir 80. Onda S oturacaq, vurulsun H. Bərabər oldu nəyə? 240-a. İndi uşaqlar, oturacaq 5, 5, 6 olan necə üçbucaqdır növ olaraq? Bərabər yanlı üçbucaq. Bərabər yanlı üçbucaqdır deyə mən sahəni təpədən hündürlük çəkməklə daha rahat tapa bilərəm. Fikir verin, burada mən hündürlük çəkəndə bu hündürlük həm də nə olurdu? Median. Onda bu 6 3-3-ə bölünəcək. 5 3-isə oturacağın hündürlüyü oldu 4. Onda bu sahənin yerinə oturacaq bütöv 6-dır. S oturacağın yerinə yazıram 2də 1, 6 vur 4, vur H. Bərabərdir 240. Başa düşdünüzmü nə iş gördümsə? Valla sadədir. Buradan da bu 2 ilə 6 getdi, qaldı 3. 12 H-ımız 240 oldu. H özü nə qədər oldu aşağılar? 20. Hündürlüyü 20 imiş. Aydındır? Aydındır. Baxıram 26 nömrəli sualımıza. Görün nə deyir? ABCD paralleqramının A və D bucaqlarının tən bölənləri BC tərəfi üzərində M nöqtəsində kəsişir. Bunun şəklini belə çəkirdik inşallah. Bura olsun A, bura olsun B, bura C, burada D. Baxın, A-nın tən bölənini çəkdim, bir də D-nin tən bölənini çəkdim. BC tərəfi üzərində M nöqtəsində kəsişdi. Uşaqlar, AM-in tən bölən olduğunu hiss elətdirməliyəm. Neynirdim? Alfa, alfa. DM-in də tən bölən olduğunu hiss elətdirməliyəm. Yazıram beta, beta. Onda Z hərfinə görə BMAD. Daxili çarpaz görə bilirsinizmi? BMAD. Yəni, bura alfadırsa, onda burada nə demək olar? Alfa. Həmçinin alfa alfaya görə AB ilə BM bərabərdir deyəcək. Bura x deyirəmsə, onda burada olur x. Uşaqlar, AB-yə x demişəmsə, CD-yə də x deyə bilərəm də. Bir də CMDA, tərsinə Z tərfini izləyin. CMDA. Bura betadırsa, onda bunun burası da olacaq beta. Nəticədə MCD üçbucağı necə üçbucaq oldu? O da bərabər yanı. Demək ki, MC-miz də x-ə bərabər imiş. BC 2x oldu deyə bütöv AD-miz də olacaq 2x. İndi uşaqlar, baxırıq nəyə? Bilirəm ki, paralleqramın iti bucağı ilə kör bucağının toplamı, yəni 2 alfa ilə 2 betanın toplamı mənə nəyi verməlidir? Onda alfa üstə gəl beta cəmi nə qədər olacaq? 90. Bu alfa ilə bu betanın toplamı 90-dırsa, onda təkcə AMD bucağı 90 olmalı deyilmi? Baxın, alfa ilə betanın cəmi 90-dır. AMD-də bir üç bucaqdır. Əgər iki bucağın cəmi 90-dırsa, demək ki, üçüncü bucaq 90 olmaq üçün toplamı 180 olsun. İndi sualın davamını oxuyuram. Bura qədərini oxumuşdum. Bu qədər yazdıqlarım bura qədər deyilənlərə görədir. Nə isbatıdır? Hə, isbat elədik ki, paralleqramın tən bölənləri bir tərəfə bitişik bucağının tən bölənləri 90 dərəcə bucaq altında kəsişir. Bu həmişə belədir. İndi AMD üçbucağının AMD düzbucaqlı üçbucaqda axı M təpəsindən çəkilən medianı 6,5-dir. Uşaqlar, buradan bir dənə median çəkilib. Buradan çəkilən median 6,5-dirsə, düzbucaqlı üçbucaqda median möhtəşəm üçlü yaradır daxı. Bax, bura, bura, bir də bura. Bunların üçü də 6,5 olacaq. İndi 2x-in nə olduğunu gördünüz? 13. X-in özü nə oldu? 6,5. Nə soruşur ki? Perimetrini soruşur. Perimetr. Uşaqlar, perimetrdə hamısını toplasaq 6 dənə x-dir. Fikir verin. 2x burada, 2x də burada. Nə qədər elədi? 4x.
X də kənarlarda var. Toplam oldu 6x. 6 vurulsun 6 onda 5-dən. Cavabımız olacaq 39. Aydındır. Bunu da tapdıq. Keçirik 27-yə. Deməli, ifadələrin ən böyük qiymətini və ən kiçik qiymətlərini əbıqı və əkiqi yazıblar. Üçün uyğunluğu müəyyən edin. Uşaqlar, birincisinə baxsaq. Gəlin birincisini götürək yazaq. Y bərabərdir 2 sinus alfa üstəgəlsin 3. Sinus alfanın ən böyük ən kiçik qiyməti nədir? Mənfi 1, 1. Yazıram onda 2 vur mənfi 1 üstəgəl 3. Bu bizə nə verdi? 1'i. Bir də 2 vur 1 üstəgəl 3. Bu bizə nə verdi? 5'i. Onda 1 üstəgəl 5'dən cəm nə qədər elədi? 6. 1'ə uyğun gəldi. C variantı. Bəs fərqi nə qədər verir? Orada fərqini də yazıblar. 5 1-dən də 4. Ha, bu yoxdur. İndi keçirəm ikincisinə. İkincisində y bərabərdir 4 cos kvadratı alfa çıxılsın 1. Uşaqlar, bu cos kvadratının yerinə bir dəfə 0, bir dəfə 1 qoymalısınız. Çünki kvadratdır. 0'ı qoyanda 4 vur 0 çıx 1'dən mənfi 1 tapıldı. Bir dəfə də 4 vur 1 çıx 1'dən tapıldı 3. İndi mənfi 1 ilə 3'ün toplamı bizə verəcək 2'ni. Bir də fərqi 3 çıx mənfi 1. Bu da nəyə bərabər oldu? 4'ə. Cəmi 2 fərqi 4. Var mı elə bir şey? Sadəcə B variantı. Bunu da tapdım. Üçüncüsünü də yazaq. Uşaqlar, kubdur deyə y bərabərdir 7 sinusun kubu alfa üstəgəlsin 2. Kubdur deyə yerinə mənfi 1 ilə müsbət 1 qoymalısınız. Mənfi 1 qoyanda 7 vur mənfi 1 üstəgəl 2. Bu bizə verdi mənfi 5'i. 1 qoyanda isə bu bizə nə verdi? 9'u. Mənfi 5 ilə 9'un toplamı nə verdi bizə? 4. Cəmi 4. Fərqini də tapaq. 9 çıx mənfi 5'dən 14. Cəmi 4, fərqi 14. Həm A, həm də D. Burada uyğun gəldi. Həm A, həm də D. 1C, 2B, 3AD. Aydın oldu? Tamam. Keçək istiyorsanıza. Gəlin birinci sualla tanış olaq, görək nələrimiz var. Qulaq. Üstü açıq, divarları və döşəməsi kafellə üzlənmiş düzbucaqlı parapet formasında olan hovuzun hündürlüyü 3, döşəməsinin tərəfləri isə 5 və 8'dir. Yəni birinci cümlə sadəcə bunu izah eləyib. Amma buradan bir şey nəticə olaraq çıxartmalıyıq ki, bunun üstü açıqdır. Üstü açıqdır. Yəni nəzərə almayacaqsınız bunu. Sonra deyir ki, hovuzun döşəməsinin üzlənməsi üçün 1 kvadrat metrinin qiyməti 12 manat. Deməli, döşəməyə vurduğumuz neçə manat uşaqlar? 12 manat. Divarların üzlənməsi üçün 1 kvadrat metrinin qiyməti, divarlar üçün isə 10 manatı kafeldən istifadə edilmişdir. Bu hovuzu doldurmaq üçün 2 kran quraşdırılıb. Hər 2 kran açıldıqda boş hovuz 8 saata dolur. Birinci kran boş hovuzu ikinci krandan 4 dəfə tez doldurur. Hovuza 14 farel və 16 sazan buraxıldı. İndi 28'ə baxaq. Deyir ki, hovuzun döşəməsinin və divarlarının üzlənməsi üçün cəmi neçə manatlıq kafel istifadə olunubdur. Uşaqlar, döşəməsinin bir sahəsini tapın, görün mənə. 8 vur 5 nəyə bərabərdir? 40'a. Və döşəmə üçün neçə manatlıq kafeldən istifadə olunurdu? 12 manatlıq. Onda mən 40'ı vuracam 12'yə. 480 manat bu deməli döşəmə üçün istifadə olunur. Bunu yazdım. İndi divarları tapıram. Divarları necə tapacam?
Bu hündürlük 3-dürsə, bunlar da 3-dür də. 3-ün 5-ə nə qədər elədi? 15. Onda 15 də bunun qarşı üzü olacaq. Hal-hazırda tapdım buradan 30. Üstə gəlinsin. Ön və arxa tərəfdə tapaq. 3-ün 8-ədir. Ön tərəf 24 oldu. Arxa tərəfdə 24 oldu. Ön də 24, arxa da 24. Bu da elədi 48. Neçə kvadratıymış divarlar? 78 kvadrat. Və bunun üçün 10 manatlı kafeldən istifadə olunur. 78 vurulsun 10. Bu da elədi 780. Bu da divarlara gedən puldur. Toplamda nə qədər pul verilir? 480 üstə gəlinsin 780-dən. Tapdım 1260 manat. Tam çatdı mı bu hissəsi? Bunu başa düşdük. İndi keçirəm 29-a. Görə 29-da nədir? Bax, buralar lazım deyil bizə. Tamam. Deyir, yalnız birinci kran açılarsa, 1 saatda bu hovuza neçə kub santimetr su dolar? Uşaqlar, gəlin belə bir iş görək. 2 dənə kranımız var idi. Biri digərindən 4 dəfə tez doldururdu. Yəni, birincisi, bu da olsun ikincisi. Birincisi ikincisindən 4 dəfə tez doldurursa, bu x olanda bura nə yazırdıq? 4x. Və ikisi birlikdə neçə saata doldurur deyir? 8. İş məsələlərini nə ilə yazırdıq? Kəsirlə. Yəni 1 bölü x üstə gəl 1 bölü 4x bərabər olmalıdır nəyə? 1 bölü 8-ə. 1 bölü x ilə 1 bölü 4x-ə ortaq məxrəc deməli 4x-in özüdür. Yuxarısı 5 olacaq. Bərabərdir 1 bölü 8. Onda 4x bərabər 40-dan. X-inə tapdım 10. Birincisi deməli 10 saata doldurur. İkincisi neçə saata doldurur? 40 saata. İndi suala baxırıq. Deyir ki, yalnız birinci kran açılarsa, 1 saata bu hovuza neçə kub santimetr su dolar? Uşaqlar 1 saata hovuzun hansı hissəsini dolduracaq? 1/10. Bəs hovuzun tutumu nə qədərdir? Hovuzun tutumu həcmini tapmalısınız da. V bərabərdir 8 vur 5 vur 3-dən. 120 eləyər də. Onda 120-nin 1/10-ni tapırıq. Cavabımız olacaq 12 kub su. Aydın oldu mu? Bu da sadə idi, başa düşdük məncə. Sonra 30-a baxaq. 30 görün nədir? Deyir, hovuza 14 farel, 16 sazan buraxılıb. Gəl bunu yazın. 14 farel dedi. 16 sazan dedi. Toplam neçə balıq elədi? 30. Bunu yazdım. Deyir, hovuzdan təsadüfi olaraq 3 balıq tutulursa, 3 dənə balıq tutdum. Yalnız birinin farel balığı olması hadisəsinin ehtimalını tapın. 3 dənəsini tutmuşuq uşaqlar. Bunun biri farel olacaq. Onda qalan ikisi olacaq sazan. Şaxələrimizi də belə qurmuşuqsa, ehtimalını necə yazırdıq? Yazırdıq. Ehtimal bərabərdir. Məxrəc komizon 30-dan 3, yuxarıda komizon 14-dən 1 və komizon 16-dan 2. 14-dən 1-in qiyməti 14-dür. 16-dan 2-nin qiyməti 16 vur 15 bölünsün 2 vur 1. 30-dan 3-ün qiyməti bəs 30 vur 29 vur 28 bölünsün 3, 2, 1. Uşaqlar 3, 2, 1 ilə bu 30 getsin. Nə qalacaq onda burada? 5. Bu 2 ilə 16 getsin. Burada nə qalacaq? 8. Bu 14 ilə bu 28 getsin. Burada nə qalacaq? 2. Bu 2 ilə bu 8 getsin. Burada 4. Bu 5 ilə də bu 15 getsin. Qalsın burada 3. Nə qaldı uşaqlar? Məxrəcdə sadəcə 29 qaldı. Sürətdə isə 4 ilə 3. Bu da elədi 12. 30-cu sualda cavabımız 29-da 12. Oldu. Tamam.